Xırdalanda yox, şəhərdə. Nəsim rayonunda, Avrasiya Hospitalının yanında plana gedəsi. Yəni, bura uzaqbaşı 1 aya, 10 günə, 15 günə plana gedəcək. Görürsünüz, burada da bina tikirlər. Göstər oranı. Bax, burada 5 otaqdır. Kupçada yazılış kvadratı 120 kvadrat yazılıb. Belə həyəti çıxıblar, amma Kupçada həyət yazılmıyor. 150 kvadrata yaxındır. 5 dənə otağı var. Bax, biri oradadır, biri bu hissədədir. Göstər. Geniş də bir dənə həyəti var. Düz, o otaqları orta təmirlidir. Ümumi ev orta təmirdən ibarətdir. Gəl bura. Bax, burada hamam ayaqolsu yerləşir. Köhnə dədə-baba evi deyilən bir evdir. Təmiri ortadır. Gəl içəriyə doğru. Bu hissədə girən kimi mətbəxidir. Göstər mətbəxini. Burada bir otağıdır. Yataq otağı. Gəl göstər. Yataq otağıdır. Belə bir geniş yataq otağı var. Gəl. Deməli, bu hissədə yerləşir. Belə bir xudmani oturmaq üçün dəhliz. Ümumi 5 otaqdan ibarətdir. Burada köhnə, o nənələrimizi, babalarımızı xatırladan var, köhnə proyektdə odur. Özünün müstəqil pəncərəsi var, həyətə doğru baxır. Və burada da evin sonuncu otağıdır. Gəl göstər. Dəyərli izləyicilərimiz, xanımlar və bəylər, satış qiyməti təyin olunub. Yəni, bu ərazidə torpaq çox bahadır. Həddindən artıq bahadır. Yəni, 150-yə də var, 200-ə də var. Qiymət təyin olunub 210 min manat. Təkcə torpağın qiymətindən belə aşağı qiymət təyin olunub ki, real alıcı gəlsin olsun. Kupçası var. Bugün üçün də yəni, plana getsə rahat 4000-5000 kvadratdan pul verəcəklər. Sadəcə evin yəhsi. Babamız deyir ki, bunu tez bazar sat, mənə pul lazımdır. Real alıcı olarsa yerində də danışa bilərik. Bir daha xatırladım, Nəsim rayonunda yerləşir. Əsas magistral yolun kənarında. Sağ olun, salamat qalın.